Güllü beşiyində şirin-şirin yuxuya gedən süd qoxulu körpə bəlkə də dünyanın ən məsum və ən günahsız bəndəsidir. Onun bir qığıltısına, şirin təbəssümünə dünyanın bütün naz-nemətini qurban verməyə dəyər. Körpə təbəssümü ən qaranlıq otağa, ən zülmət daxmaya da işıq və hərarət gətirir. Uşaq hər bir evin, ailənin bəzəyi, sevinc və səadət mənbəyidir. Dünyanın ən bahalı daşqaşı, ən qiymətli sərvəti də bir körpənin göz yaşı önündə duruş gətirə bilməz. Uşaqlı ev bazar, uşaqsız ev məzardır deyiblər. Yaxşı nə varsa, hamısı onların üzünədir. Məşhur fransız yazıcısı Victor Hugo əbəs yerə demirdi: dünyada körpə qığıltısından böyük himni yoxdur. İyunun 1-i uşaqların beynəlxalq müdafiəsi günüdür. Dünyada bugünün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərarı alınıb. Həmin gün təşkil olunan qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də iyunun 1-i tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi bugün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladları kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bugün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də geniş miqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Ümumilli liderin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır. Bugün uşaqların beynəlxalq müdafiəsi günüdür. Sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. Nazim Hikmət demiş: gəlin dünyanı uşaqlara verək. Heç olmasa bir günlüyə, bir neçə saatlığa.